Herkese salam. Bugün sizinle birlikte, belə deyək, çox fərqli və bəlkə də bəzilərinizi biraz şoka salacaq bir dərin araşdırma ilə qarşınızdayıq. Yəni, həqiqətən də qəlibləri qıran, adamı düşünməyə vadar edən bir mövzudur. Dəqiq. Bugün biz İlahiyyat Elmi adlı bir YouTube kanalından götürülmüş çox dərin, fəlsəfi və teoloji bir mətni incələyəcəyik. Məqsədimiz odur ki, yaradan və dinlər arasındakı o mürəkkəb, hətta bəzən ziddiyyətli olan münasibətə tamamilə fərqli bir bucaqdan baxaq. Çünki biz adətən öyrəşmişik ki, din və yaradan anlayışları eyni şeydir, bir bütövdür. Ay sağ ol. Biz də elə bunu aydınlaşdırmağa çalışacağıq. Çoxumuz elə bilirik ki, bu ikisi eyni şeydir. Amma bugün araşdırdığımız mənbə bizi ümumiyyətlə başqa bir mənzərə ilə tanış edir. Burada diqqət çəkən ən vacib məqam odur ki, insan amili bu ilahi konsepsiyalara necə təsir edib? Yəni, biz heç bir tərəf tutmuruq, sadəcə bu mətnin, bu fəlsəfi düşüncənin bizə nə demək istədiyini obyektiv şəkildə anlamağa çalışırıq. Bəli, tamamilə obyektiv. Gəlin elə ən başdan yaradılış dövranı məsələsindən başlayaq. Mənbədə bəşəriyyətin yaranması və onun qaçınılmaz daxili münaqişələri barədə çox maraqlı iddialar var. Hə, o qaranlıq və işıq arasındakı mübarizəni deyirsiniz. Elədir. Mətn deyir ki, yaradan bəşəriyyəti yaradır, lakin bəşəriyyət özünü məhv edəcək. Öz də fəlakətlərlə falan yox, məhz elə yaradanın adından istifadə edərək. İnsanlar ətraflarını və özlərini yox edəcəklər. Yəni, mətnə görə biz öz iman sütunlarımızı öz əllərimizlə dağıdırıq. Baxın, məhz bu cümlə çox ağırdır. Hətta qeyd olunur ki, yaradan yeni dayaqlar, yəni yeni sütunlar göndərsə belə, bəşəriyyət yenə də onları inkar edəcək. Mətndə bununla bağlı çox güclü bir metafora var. O, quru ağac və qurd məsələsi. Bəli, ağacın içini yeyən qurd metaforası. Yəni, bu o deməkdirmi ki, bizim inam sistemlərimiz kənardan, hansısa xarici qüvvə tərəfindən deyil, elə məhz öz içimizdən, öz egomuzla çürüyür. Yəni, bir növ yaxşı bir ideyanı götürüb özümüz məhv edirik. Burada diqqət çəkən əsas məqam odur ki, mətn birbaşa insan təbiətinin o inkar etmə və dağıtma meylinə vurğu edir. Bu, hansısa xarici bir qüvvənin bizə verdiyi cəza deyil. Bizim öz seçimlərimizin nəticəsidir. Dəqiq. İnsanın gücü olan ehtirası, inanca başqaları üzərində hakimiyyət qurmaq üçün silaha çevirməsi o sütunları içəridən yeyib bitirir. Sizcə, cəmiyyətlərin inanc sistemlərini özlərinə qarşı silaha çevirməsi artıq tarixi bir qanuna uyğunluqdurmu? Tarixə baxanda adam belə düşünməyə məcbur olur. Amma bu bizi mətnin bəlkə də ən şok edici, ən radikal hissəsinə gətirib çıxarır. Dinlərin əslində nə olması məsələsinə, düzdür? Ay sağ ol. Əgər bəşəriyyət durmadan öz iman sütunlarını dağıdırsa, bəs hazırda dünyada mövcud olan bu minlərlə dinlər, inanc sistemləri nədir? Mənbə kəskin şəkildə bildirir ki, dinlər yaradanın özü deyil. Bəli, ifadə tam belədir ki, dinlər bəşərin özüdür. Yəni, yaradılmış anı deyil. Hətta açıqca deyilir ki, yaradan bizdən heç vaxt din istəməyib. Bu, həqiqətən paradigmanı dəyişən bir iddiadır. Təsəvvür edirsiniz. Və mətndə ən önəmli tezis kimi belə bir cümlə var. İlahiyyat elmdir, din deyil. Üstəlik, çox qəribə bir ifadə işlədilir, deyir, dil qadınları çoxdur. Mən bunu oxuyanda əməlli başlı dayandım ki, bu nə deməkdir? Hə, ilk baxışda çox qəribə səslənir. Amma bunu daha geniş mənzərəyə bağlasaq, əslində çox dərin bir mənası var. Yəni biz dildə, sözlərdə itib batırıq. Tamamilə elədir. Dil qadınları çoxdur metaforası, yəni sözlərin, şərhlərin, mərasimlərin durmadan artmasını, törəməsini göstərir. İnsanlar o qədər detallara, qaydalara, sözlərə aludə olurlar ki, əsas məqsəd unudulur. Bax, işin ən maraqlı tərəfi elə buradadır. Sizin dediklərinizdən mənim ağlıma belə bir bənzətmə gəldi. Bizi dinləyənlər üçün də bəlkə daha aydın olar. Təsəvvür edin ki, dəhşətli bir səhradasınız və susuzluqdan ölürsünüz. Hə, mənzərəni təsəvvür edirəm. Və yaradan bizə xilas olmaq üçün bir stəkan su verir.
Bizim tək etməli olduğumuz o suyu içməkdir, düzdür? Amma biz nə edirik? Min illərdir həmin suyu içmək əvəzinə, suyun içində olduğu o stəkanın formasını, rəngini, naxışları üstündə mübahisə edirik. Hətta o stəkanına görə bir-birimizlə müharibə edirik. Ay sağ ol, biz qabı o qədər vurulmuşuq ki, içindəki suyu yaddan çıxarmışıq. Bəs yaxşı, əgər bütün bunlar belədirsə, yəni dinlər sadəcə bəşərin yaratdığı o qablardırsa, biz yaradanı necə tapmalıyıq? Məhz burada mətn bizi o möhtəşəm tezisə qaytarır, ilahiyyat elmdir məsələsinə. Mətn qətiyyən inancı inkar etmir, sadəcə yaradanı axtarmaq prosesini bir elm adlandırır. Yəni, ilahiyyat elmi? Bəli, elm daima axtarış tələbidir, düzdürmü? O, sual verir, araşdırır. Halbuki dogmatik dinlər sizə hazır bir paket verir və axtarışı dayandırır. Yəni, deyir ki, sual vermə, sadəcə qəbul et. Tamamilə. Amma mətn insanı o formadan, yəni dindən imtina edib, məzmuna, yaradılışın elminə köklənməyə çağırır. Elm heç vaxt mən hər şeyi bildim demir. İnanc da fərdin daxili laboratoriyasında daima davam edən bir kəşfiyyat olmalıdır. Bu çox məntiqlidir. Lakin mənim burada yenə bir sualım yaranır. Əgər dinlər insan məhsuludursa və bizi o stəkanın rəngi ilə yayındırırsa, bəs bizim bu müqəddəs kitablara yanaşmamız necə olmalıdır? Çox yerində verilmiş bir sualdır. Yəni, mətn bu kitabları, məsələn, Tövratı, İncili, Quranı və ya Budizm mətnlərini tamamilə rədd edirmi? Xeyr, əsla. Mətn kitabları qətiyyən rədd etmir. Əksinə, xüsusi olaraq vurğulayır ki, bu inanclar və qədim kitablar qorunmalıdır. Qorunmalıdır, amma axı eyni zamanda deyir ki, dinlər bəşərin məhsuludur. Bu ziddiyyət deyilmi? Ziddiyyət kimi görünə bilər, amma bir şərt var. Mətn qeyd edir ki, bu kitablar çox böyük əziyyətlə əsrlər boyu yazılıb və bəşəriyyətin yaddaşıdır. Yəni arxividir. Ay sağ ol, məsələdir. İlahiyyat elminin arxivləridir. İnsanlığın yaradanı axtarış tarixidir. Mətn sadəcə xəbərdarlıq edir ki, ən böyük səhv insanların bu kitablar əsasında yaradanı öz aralarında bölməsidir. Yəni mənim kitabım səninkindən daha doğrudur deyib davası etmək? Dəqiq. Yaradan birdir, bütövdür. Problem o kitablarda deyil. Bizim o kitablardan istifadə edərək yaradanı belə deyək, özəlləşdirməyimizdədir. Bir növ öz monopoliyamızı almağımızda. Bəli. Mətn bizi bu kitabları bir-birinə qarşı silah kimi yox, yaradanı anlamaq üçün fərqli tarixi təcrübələr kimi qorumağa çağırır. Xəritə ərazinin özü deyil, amma yolu tapmaq üçün o xəritə tarix kimi önəmlidir. Bax, bu çox aydınlaşdırıcı bir nöqtə oldu. Bir tərəfdən deyir ki, kitablara və inanclara sahib çıxın, amma digər tərəfdən deyir ki, onları bir-birinizə qarşı bölücü bir alətə çevirməyin. Biz bu ziddiyyəti yalnız o kitablara bir elm tarixi, bir arxiv kimi baxanda həll edə bilərik. Elədir ki, var. İnsan öz inanclarını o qatı çərçivələrdən azad edəndə, axtarışa davam edəndə əslində daha böyük bir şey qazanır. Həqiqətən də elədir. Gəlin burada kiçik bir xülasə verək. Çünki bugün doğrudan da dərin sulara girdik. Siz, yəni bizi dinləyənlər, bugün incələdiyimiz mətn sayəsində inanclarımıza fərqli bir bucaqdan baxmağa dəvət olundunuz. Və bu çox vacib bir dəvətdir. Biz yaradılış dövranını, dinin əslində bəşəri bir məhsul olması ideyasını müzakirə etdik və öyrəndik ki, ilahiyyat mütləq dogmalar yox, dayanmayan bir elmi axtarış prosesidir. Ən əsası isə o müqəddəs mətnlərin bizi ayıran yox, birləşdirən bir tarixi arxiv kimi qorunmalı olduğunu anladıq. Yəni, əsas məqsəd bu məlumat yükünün altında əzilmək deyil. Ay sağ ol. Əsas məqsəd ətrafımızdakı dünyanı və öz inanclarımızı daha dərindən tənqidi şəkildə analiz etməkdir. Belə bir zəngin təhlili yekunlaşdırarkən mən istərdim ki, mətnin sonlarındakı bir kiçik, amma çox təsirli detala toxunum. Buyurun, çox maraqlıdır. Mətndə çox sadə bir ifadə var. Deyir ki, bilgilərin qədəridir. Yəni, insanın məlumatı qavrama qabiliyyətinin bioloji və fəlsəfi bir limiti var. Yəni, hər şeyi anlaya bilmərik. Dəqiq. İndi sizdən bizi dinləyənlərdən xahiş edirəm, bunun üzərində düşünün. Əgər ilahiyyat həqiqətən bir elmdirsə və bizim qavrama qabiliyyətimizin bir limiti varsa, bəlkə də bizim yaradanı tam olaraq dərk edə bilməməyimiz heç də bir zəiflik deyil, bəlkə elə əsl iman, hər şeyi bir kitaba və ya dinə sığdırmağa çalışmaq deyil,
Bu sirrin sonsuzluğunu qəbul edib axtarışa davam etməkdir. Bu barədə düşünün. Bu sirrin sonsuzluğunu qəbul edib axtarışa davam etmək, məncə bugünkü müzakirəmiz üçün ən mükəmməl sonluqdur. Yenə də öz axtarışınızı, öz suallarınızı dayandırmayın. Növbəti araşdırmalarımızda görüşənədək. Sağ olun.